Allah her nimeti iki yönlü yaradı. Bak, hayatı doğru Bəli. Bakın yine tarazlık diyeceğim size. Gece de var, gündüz de var. Ağ da var, kara da var. Sevgi de var, nifret de var. Ölüm de var, hayat da var. Bakın. Şimdi Allah'ın verdiği nimetlerde iki yönlü istifade etmek imkanı var insanın. Öfkeni şere çevirip insanları ezerse, ağlı şere çevirip neytron bombası düzeldip bir dakikada bir knopkanı, bir düğmeni basarak 100 milyar insanı mahvederse edebilir mi? Niye göre? Çünkü irade değil. İrade bir şeyi iki yöne istifade etme imkanı verir. Bakın aynı zamanda ağlı hayri sokatmaya yönelirse. Stüdyoda kuracağım. Güzel söhbetler yapacağım. Ben de diyeceğim ki Allah'ım, ben de Allah'ın bir kuluyam, sevinç hanımam. Ben de Allah'ım, bana bu imkanı vermişsen, bu kabiliyeti vermişsen, ben de bu kabiliyetin, bakın siz kabiliyetinizi hayrin hizmetine verdiniz. Ama adam stüdyo açıp şer'i tebliğ ediyor. Televizyonumuzu görürsünüz de. Bakın en imkan değil. En imkan değil. Siz bu saatleri, enerjini, bu kameraların hamısını hayrede sərf edebilirsiniz, şərədə. Demək istəyirəm ki, öfke duygusunu, bakın dikkat edin, öfke duygusunu korunma, güclü olma. Bakın ben uşaqlara deyirəm ki, daha doğrusu valideynlərimə deyirəm. Deyirəm kızlarınıza bahalı ceyiz almayın. Bəs niyə deyir, müəllim deyir. Deyirəm kızlarınıza yox demək öyrənin. Yox demək, öfken var deməkdir. Kabul etmirəm deyir. Sərhədlərini çəkebilmək. Sınır koyacaksınız. Bakın yok demeyen hayatın yükünü çekebilmez. Özde bilirsiniz ki erine de yok diyeceksin. Hanımına da yok diyeceksin. Uşaqlarına da yok diyeceksin. Uşaqlarının her şeyine he diyemezsin. Müəllimine de yok diyeceksin. Devletine de yok diyeceksin. Neyi kabul etmişsense ona yok demeyi bacaracaksınız. Bak Kur'an güçlü insan isteyin. Bakın, şimdi ne diyeceğiz? Öfke duygusunu da terbiye eləyəndə, yani öfke duygusunu şərin hizmetine değil, hayrin hizmetine yönəndə ne olur? Yok. Öfke cesaret olur. Bakın, ağlın ortası hikmet, sizin sualınızı cevaplandırmak istəyirəm. Şəhvətin ortası iffət, ne kaldı? Qəzəbin, öfkenin ortası da cesaret. Şimdi siz mənə bu dünyada bir dənə insan göstərebilirsiniz mi ki, hayatta başarı kazananla danışırım Sevinç Hanım? Ağlı ve cesareti olmasın ama uğur kazansın. Çətin məsələ. Ne de bir şans nəticəsində. Hayatta şans yoktur. Kur'an'da tesadüf yoktur. Tesadüf var demek Allah yoktur demektir. Evet. Yani. Sizin tesadüf hesap ettikleriniz sebebini bilmediğiniz şeylerdir. Allah, Einstein deyir ki, Allah zər atmaz. Allah her şeyi bir kanuna bağlayıp, Sevinç Hanım, ne baş verirse, bak o kanunla baş verir. Bir qanuna uyğunluq içərisində baş verir. Bəli, bir kanun, ona biz Kur'an deyir, sünnetullah, Allah'ın kanunları. O kanunları çizən, sınırını koyan Allah'tır. Bak misalla diyeyim, daha aydın olsun da insanlarımıza fikir verin, bakın. Qəzəl janrı vardı. Qəzəl janrının kanunları var. Mesela Rəməl janrının öz bölgüsü var. Səri bəhrinin öz bölgüsü var. Həzəc bəhrinin öz bölgüsü var. Mesela failətün. Sevinç xanım qəzəl yazmaq istəyirsə, o qoyulmuş qanuna əməl etməlidir. Amma o qoyulmuş qanunun içərisində möcüzə göstərmək də Sevinç xanımın işidir. Qoşma yazmaq istəyirsənsə 11'lik olmalıdır, hece olmalıdır, bənd olmalıdır, hər bənddə 4 misra olmalıdır. Bu kanundur. Allah'ın koyduğu qədər budur. Amma o kanunların içərisində ən gözəl qoşmanı yaratmaq sənin işindir. Bak budur. Bakın Aliyə İzzət Bəyoğlu deyir ki, tarix Allah'ın elindedir. Amma hansı sırada duramağı seçmək bizim işimizdir. Ey insan, xeyrin sırasındasan yoksa şərin? Bakın irade budur. Xeyri mi seçirsən, yoksa şəri mi seçirsən? Onu da müəyyən etmək üçün insanda bir hikmət olmalıdır. Hikmət olmayan insan özünü də bilə bilməz. Yani. Hikmət ağlın ortası idi. Yani Bakın bu üç değeri unutmayaq. Ağlın ortası hikmət, şəhvətin ortası iffətli toplum. Aman Allah. Bakın qəzəbin ortası cesaret. Hikmət, iffət, cesaret ortadır. İndi Allah bu insanı ki ne yarattı dedik, xəlifə seçti dedik, xəlifə seçmək üçün ona güc qaynaqları verdi. Ne verdi dedik? Ağıl,
iradə, vicdan, sonra bunun üçünün ortasını tap dediği Allah deyir bunu, tərbiyə eləyir. Peki Allah bunu necə öyrədir insana? Çox üzr istəyirəm. Bax, sizin Füzuli haqqında bir məqalənizi oxudum. Orada yazmısınız ki, Füzuli həqiqətin kəşf, mücahidə yolu ilə öyrəniləcəyinə əmindir. Bəli. Yəni Allah insanı bunun üçün mü yaradıb? Yəni bax o dediyiniz ortanı tapmaq elə bu Füzulinin bu ifadəsiyle üst-üstə Siz oradan bir cümləni oxudunuz. Bəli, bir Sevinç cümləni Hanım. oxudum. İndi mən Bəli. sizə deyim də baxın. Burada biraz Aha. izninizle biraz kenara çıkın. Buyurun, buyurun. 3 bilgi sistemi var. Bak burada önce bir şey diyeyim size. Bugün Azerbaycan'ın problemi nedir deseniz, bakın bizim Allah'la, klasik irsimizle, Füzuli'yle, Nizami'yle, Yunus Emre'yle, Şeyh Galip'le, Nedim'le ve dünyayla bağımız kopur. Bir mənalı şəkildə. O bağı bərpa eləməliyik. Biz deyirik ki, Füzuli böyük adamdı, şair adam böyük neydi? Yani bundan xəbərimiz yoxdur. Elə belə ümumi sözlər danışırıq. Elədir. پشت بر نعمت خدا نکنم شکر نعمت کنم چرا نکنم. Bak Nizam böyle söylüyor. Eğer ki ben arkamı Füzuli'ye de geleceğim. Unutmadım sizin sözünüzü. Lütfen sözünüzü balla kesirin. Evet. Nizami diyor ki bakın 1000 yıl bundan önce yaşamış bir şair insanlara bakın şükür duygusu verir. Şükür insan tarazlığın olduğunu gösterir. Bir insan bakın fikir verin en çətin anında belə şükür etməyə bacarır. Adam mənə deyir ki müəllim başım ağrır. Deyirəm yaxşı ki başın ağrır da. Başın ağrımasaydı başının olduğunu hardan biləcəkdim? Şükür eləmək dillə Allah'sına şükür deyil. Şükür biz nədir? Şükür bir, nimetin Allah tərəfindən olduğunu bilməkdir. Bak, Sevinç xanım nəyə sahibdirsə, özü, ailəsi, uşaqları, Allah daha böyük işlər, xeyir qapıları açdın inşallah. Nəyə sahibsənsə, Sevinç xanım belə düşünməlidir. Yəni bir müsəlman belə düşünməlidir. Bunu mənə Allah verib. Mən gözümü bazardan almadım, qulağımı da almamışam. Böyrəyin bazardakı qiymətin biri sizdə neçəyədir? Allah yağdırdığı yağışı su kimi satsaydı, bu kadar su satırlar, 1 manata su satırlar. Ya ki Allah yağış satsaydı ne olardı? Ödəyib bitirə bilməzdik. Pulumuz çatmazdı.